Salam, bizim kanala xoş gəlmisiniz. Bugün bizim kanalda pendirin duza qoyulmasıdır. Kənd pendirini uzun müddət formasını və görüntüsünü itirmədən saxlamaq istəyən xanımlar videonu sonuna qədər izləsinlər. Hamımız bilirik ki, bu pendir çiğ süddən hazırlanır. Çiğ südün tərkibində xəstəlik törədici müxtəlif infeksiyalar ola bilər və pendir vasitəsilə bu xəstəlik insanlara keçə bilər. Yəni pendirin duzlu suyun içərisində saxlanılması sadəcə onu uzun müddət saxlamaq üçün yox, həm də pendirin tərkibindəki mikrobların məhv olunması üçün lazımdır. 40 gün duzlu suyun içərisində qalan pendir həm sağlıq cəhətdən daha keyfiyyətli, həm də təzə pendirə nisbətən daha ləzzətli dadlı olur. Əvvəlcə bir qədər su qaynadılır və tez soyması üçün başqa bir qabın içərisinə tökülür. Daha sonra isə pendirlər daha kiçik soklar şəklində doğranılır. Başqa bir qabın içərisinə yığılır, üzərindən çox az duz səpilir. Qalan hissəsi də həmçinin duz səpilmiş pendirlərin üzərinə yığılır və üzərindən çox az duz səpilir. Burada duzdan çox az istifadə olunur. Təqribən 1 kiloqrama 1 çay qaşığı qədər istifadə olunur. Lakin pendirin üzərinə hər tərəfinə dəyəsi şəkildə səpilir. Su soyuyana qədər pendir bu vəziyyətdə qalır. Daha sonra isə şüşə bankaların içərisinə yığılır. Bu vaxt ərzində pendir bir qədər suyunu salır. Pendirin təzəliyindən asılı olaraq bu su daha az, daha çox və yaxud da heç olmaya da bilər. Yəni təzə hazırlanmış pendirin suyu daha çox çıxır, duzlu suyun içərisində saxlanılmış, yəni bir qədər duzunu yemiş pendirin suyu az çıxır. Bu su atılmır, pendir bankalara yığıldıktan sonra bu sudan da istifadə olunur. Bankanın içərisinə əvvəlcə bu su, daha sonra isə qaynadılıb tamamən soyudulmuş su tökülür. Və beləliklə bizə lazım olan suyun qədəri məlum olur. Qabın içərisindəki su istifadə olunmur, atılır. Bankanın içərisindəki su isə yenidən həmin qabın içərisinə boşaldılır. Pendiri saxlamaq üçün istifadə olunan duz yodsuz, həm də iri dənəli olmalıdır. Yəni narın süfrə duzundan istifadə etmək olmaz. Pendir və turşular üçün marketlərdə satılan xüsusi duzlardan istifadə etsəniz, daha da yaxşı nəticə əldə etmiş olarsınız. Yodsuz duz qaşıq-qaşıq həmin suyun içərisinə əlavə olunur və qarışdırılır. Suyun hazır vəziyyətə gəldiyini bilmək üçün bir ədəd yumurta təmiz yuyulur və ondan istifadə olunur. Yəni duz suyun içərisində tamamən ərdikdən sonra həmin yuyulmuş təmiz yumurta suyun içərisinə buraxılır. Əgər yumurta suyun aşağı hissəsində qalırsa, dibinə çökürsə, su hələ də hazır deyil. Əgər yumurta gördüyünüz kimi suyun yuxarı hissəsində bu cür qalırsa, demək ki, su doymuş məhlula çevrilib, yəni pendiri saxlamaq üçün tam hazırdır. Əvvəlcədən bir neçə qaşıq duzu suyun içərisinə töküb qarışdırıb, daha sonra suyun hazır vəziyyətə gəlib-gəlmədiyini yoxlamaq olmaz. Bir qaşıq duz suyun içərisinə əlavə olunur, qarışdırılır və yumurta ilə yoxlanılır. Hazır vəziyyətə gəldikdən sonra isə duz tökmək lazım deyil. Əgər xeyli duzu birdən suyun içərisinə əlavə edib qarışdırsanız, su daha çox duzlu alına bilər və pendirin daha çox duzlu olmasına gətirib çıxara bilər. Əgər siz pendiri daha uzun müddət saxlamaq istəyirsinizsə, məsələn 1 il qədər saxlamaq istəyirsinizsə, bankanın ağzını dəmir qapaqla hava keçirməyəcək şəkildə bağlayın. Hələliksə sağ olun. Əgər videonu bəyəndinizsə videoya like atmağı və bu videonu dostlarınızla paylaşmağı unutmayın.